Senin için çok korkmuştum ben. Ama bilirdim ki sana hiç olmayacak. Canım sana. Nigar. Bana bağışla ne olur. Bağışla beni. Niye anar? Niye? Başa düşmedim. Niye üzr istəyirsən məndən? Nigar sen 2 gün poliste kaldın. Ben hiç seni çıkarabilmedim orada. Bağışla beni. Yox anar. Yox, elə deyil. Sən məni xilas eləmək üçün hətta qətli belə boynuna götürdün. Götürmüştüm. Nigar. Sana göre her şeye razıyım. Hatta beni hapseleseydilər de gidip burada yatardım. Ama razı olmazdım ki birce gece de olsun poliste kalasın. Çox sağ ol Anar. Hər şeyə görə çox sağ ol. Kaş ki Sevda ölməyəydi. Kaş ki bütün bunlar başımıza gəlməyəydi Anar. Düzdür. Keşke Nigar, keşke. O kadar keşkeler deyirik ki. Bilirsən, insan hayatında bazen səhvlərə yol verir. İnsan hayatında bazen hadiseler olur. Ondan sonra başa düşürsən ki, ne boyda səhvə yol vermisən. Çok heyif. Təəssüf ki, evet. Nigar. Ben yeniden senden özür isterim. Tek bir hadiseye göre yok Nigar. Anar, İndiye kimi sen elədiyim pisliklere göre. Özür isterim Nigar. Anar. Sənə heyecanlanmaq olmaz. Sakitləş. Nigar. Xahiş edirəm. İcazə ver qayıdım evimizə. Xahiş edirəm. Oğlumuzla bir yerde yeniden o evde yaşamak istəyirəm. İstəyirəm her şey əvvəlki kimi olsun Nigar. Əvvəlki həyatımızı yaşayaq. Xahiş edirəm. Mən evimizə qayıtmaq istəyirəm. Həmişəlik. Ha Nigar, ne diyorsun? Anar, bence bu məsələni
burada müzakirə eləməsək yaxşıdır. Nigar, mən bunu çox istəyirəm. Başqa vaxt danışarıq da bunu. Təsəvvür eləmədiyin qədər istəyirəm. Anar, Oğlum, klinika belə söhbətlərin yeri deyil axı. Həm də atan təzə əməliyyat olunub, ağrıyır. Biraz özünə gəlsin, danışarıq. Yaxşı? Anar, sən burnundan gətirəcəm. Burnundan gətirəcəm. Bir-bir hər şeyi burnundan gətirəcəm. İndi Nigar'a yalvarsan, mənə yalvaracaqsan. Ayağımın altında sürənəcəksən. Aysel. Aysel, sənin həyat yoldaşın. Sənin qızının anası. O mənəm. Yadındadır? Yox. Anar, sən necə onun yanına qayıtmaq istəyirsən? Zəhranı necə ata bilərsən sən? Sənin ailən var, mən varam. Aysel, xahiş edirəm, sakit ol. Sən məndən xahiş eləyirsən. Sən məndən xahiş eləyirsən. Anar, sən çox əcraf adamsan. Sənə nifrət eləyirəm. Bunu necə mən eləyə bilərsən? Hə? Biz oyuncağıq sənin üçün. Kiməm də mən sənin üçün? Zəhra kimdir sənin üçün? Sən özündəsən. Aysel, çıx balatadan. Mənə çıx deyirsən. Bəs Nigar'a deyirdin, yanıma gəl, yanımda qal. Hə? Necə deyirdin onu ona? Ne tər adamsan sən? Necə adamsan sən? Ne olub burada? Ne səs küydü? Xanım, xəstə əməliyyatdan təzə çıxıb. Ona maksimum sakitçilik lazımdır. Xahiş edirəm, çıxın çölə. Sən kimsən? Mən onun həyat yoldaşıyam, burada olmalıyam. Xanım, mən həkiməm. Mənə maraqlı deyilsiz kimsiz. Xahiş edirəm, çıxın çölə. Yoxsa mühafizəni çağıracağam. Xəstənin vəziyyəti pisləşir. Xanım, çıxın bayıra. Aysel, çıx. Yaxşısınız? Ne olub Aysel? Ne olub qızım? Aysel, ne olub sənə? Anara nəsə olub? Anar daha məni istəmir. Deyir ki, Nigar'ın yanına qayıtmaq istəyir. Yenidən ailə olmaq istəyir onunla. Aysel, Əvvəlki kimi. Aysel, o hələ özünə gəlməyib, nə danışdığını bilmir. Çox yaxşı bilir. Çox yaxşı bilir. Nigar deyir ki, sən yanıma qayıtmaq istəyirəm. Yenidən eyni evdə yaşamaq istəyirəm. Əvvəlki vaxtlardakı kimi. Aysel, Məni də görmək istəmir.
Aysel, ola bilməz, qulaq as. İndi o xəstədir, özünə gəlsin. Bir evinə yığışsın. Sonra hər şeyi müzakirə eləyərik. Yaxşı? Xahiş edirəm. Mama başa düşmürsən, nəyi müzakirə eləyək? Buradan çıxıb Nigarın yanına getmək istəyir. Bizim evə qayıtmaq istəmir, Zəhranın yanına qayıtmaq istəmir. Başa düşürsən? Aysel, sakit ol. Sakit ol. Sakit ol. Sakit ol. Bura yeri deyil, anan düz deyir. Evə gedək, oturaq. Hər tərəfli danışaq. İstəyirsən heç burada qalma, çıxaq gedək evə. Heç yerə getmirəm. Burada qalacağam. Düzdür, vallah billah yeri deyil, hamı bizə baxır. Yaxşı deyil, gedərik evə, sakit hər şeyi danışarıq, yoluna qoyarıq, yaxşı? Gəl gedək evə. Yox, getmirəm. Gəl aparım. Heç yerə səni, gedən xahiş deyiləm. edirəm. Getmirəm heç yerə. Burada qalacağam. Aysel, Getmirəm də mama. qızım üçün getməlisən. Gəl, gəl. Murat. Yemeği hazırdı oğlum. Murat. Acımamıza. Yemeğini çekmişim, gel. Yox ana, istəmirəm. Oğlum, elə şey olar. Akşam düşürsən, səhərdən heç nə yeməmisən. Gel, gel yemeğe, gel. Ana dedim axı istəmirəm. Bilirəm niyə belə yeyirsən. Bilirsən. Amma elə şeylər var ki, sən onları elə başa düşə bilməzsən. Hələ balacasan. Zamanla başa düşəcəksən. Əgər sən icazə versəydin, atam burada qalacaqdı. Əvvəlki kimi bir ailə olacaqdıq. Hamımız bir yerdə qalacaqdıq. Amma Gəl. Sabahın xeyir. Sabahın xeyir. Nə olub, yaxşısan? Elə də. Anar yaxşıdır. Yaxşıdır, şükür. Pis deyil. Bəs onda nə olub? Heç nə. Dünən deyir, mən evimizə qayıtmaq istəyirəm. Nə gözəl, nə yaxşı oldu. Bəs sən nə dedin? Leyla, Hə, nəyə sevinirsən? niyə sevinməyimi? Deməli, siz birləşib yenidən bir ailə olacaqsınız. Vallahi sən də elə Murad ağıldasan, nə deyirəm. Nigar, bəyəm bu pisdir ki? Deməli, anar etdiyi səhvlərdən bir nəticə çıxardır. Ağlın başına yığır. Hə, nə oldu nəticədə? Heç nə cavab vermədim. Dedim klinika bunu müzakirə eləmək üçün uyğun yer deyil. Sonra danışarıq. Murad da küsüb məndən, inciyib. Neynir ki?
Axşam yemək də yemədi heç. Sakit oturub kitab oxuyur. Güya kitab oxuyur da. Bilirəm, heç fikri kitabda da deyil. Fikir vermə də, uşaqdır. Nigar, bu dəqiqə sizin yenidən birləşib ailə olmağınız onun üçün dünyanın ən böyük hədiyyəsidir. Bunu başa düşməyə bu qədər çətindir. Başa düşməyinə düşürəm Leyla. Amma Nə amma? nəysə. Deyirdim, klinikaya təzə həkim gəlib. Kimdir o? Hə, yeni travmatoloqdur. Mənim universitet yoldaşım olub. Nərgiz xanımla görüşüb, səni də görmək istəyirdi. Nə oxşu? Çağır gəlsin, olar? Hə, bu saat. Saat zəng eləyim. Deyim gəlsin. Hər şey qaydasındadır Leyla. Otağıma qoyarsın, zəhmət olmasın. Aldı Fidan xanım. Aycan Leyla. Sən Nigar xanımın otağına yaxınlaşa bilərsən. Səninlə görüşmək istəyir. Yaxşı əzizim, gəlirəm. Tamam. Bu saat gələcək. Çox yaxşı qızdır. Həm də savadlı həkimdir. Gəlim də, nə deyirəm ki? Salam, gəl Fidan. Salam. Gəl. Nigar, tanış ol. Haqqında danışdığım Fidan xanım. Gəncə klinikasında çalışıb. Bugündən bizim klinikada çalışmağa başlayıb. Çox yaxşı travmatoloqdur. Xanım da bizim baş həkimimiz Nigar xanım. Yəni belə deyim də, qiyabi bir-birimizi tanıyırdınız, bugündən əyani də tanıdınız. Elə mən də, çox sağ olun. Sən deyəsən, biraz mənə çox tərif edin. Ay, yox, əksinə az təriflədim. Leyla xanım sizi bu qədər tərifləyirsə, deməli doğrudan da peşəkarsınız. Mən çox sevinirəm ki, klinikamız sizin kimi peşəkar bir həkimlə əməkdaşlıq edəcək. Çox sağ olun. Ümid edirəm ki, Leylanın da, sizin də, Nərgiz xanımın da etibarını doğruldaram. Kollektivimiz çox yaxşıdır. İnanıram ki, yaxın vaxtda öyrəşəcəksiniz. Əlbəttə. Xanım travmatoloq gec gələr. Səbirli olun, Fidan xanım indi yaxınlaşacaq. Çox sağ ol. Allah şəfa versin. Buyurun. Salam qızlar. Necəsiz? Yaxşıyam, sən necəsən Tural? Salam. Axır ki bitdi, bu problemdən canımız qurtardı. Şükür. Şükür, çox şükür. Amma çox nigaran qoydun bizi, onu da deyim sənə. Nə içəri buraxırdılar, nə də danışmağa şərait yaradırdılar. Nəysə, əsas odur ki, bu məsələ bitdi. Hamınızı təbrik edirəm. Tural, bilmirəm xəbərin var yoxsa yox. Klinikamıza təzə travmatoloq gəlib. Tanış ol sən də. Fidan xanım, Gəncə klinikasından gəlib. Salam. Mən Fidan. Şad oldum. Tural, mən də şad oldum. Fidan, biz çıxaq. Yəqin ki, həkimlərin danışacaq söhbəti var. Mane olmayaq. Hə, əlbəttə. Çıxaq. Hələlik. Sağ ol. Əyləş Tural. Nigar, indi necəsən? Özü indi necə hiss edirsən? Yaxşıyam. Geridə qaldı daha o günlər. Bircə sevdəyə təəssüflənirəm. Ürəyim ağrıyır yadıma düşəndə. Səni başa düşürəm. Amma çalış unutasan. Çalışıram. Leyla, bu həmin həkimdir, hə? Instagramda şəkillərinizi də görmüşdüm bir yerdə. Hə, nə olub ki? Odur.
Heç nə, soruşacaqdım görüm subaydı. Subay olmağına subaydı, amma sən ondan gözünü çək. Nigarla bir yerdədir. Ay qız, zarafat eləyirəm. Sən yaxşı bir psixoloqa ehtiyacım var. Bütün beynim, ruhum ancaq negativlə doludur. İstəyirəm deyim, gülüm, nə bilim, yeni bir həyata başlayım da. Düz eləyirsən. Bax da, sırf peşəkarlıq cəhətdən deyirsənsə, çox yaxşı həkimdir. Xətrim də çox istəyirik. Yaxınlaş, nə lazımdırsa eləyəcək. Narahat olma. İşte onda özümlə danışaram, gün təyin edirəm. Danış. Yaxşı. Getdik? Gedək. Əlbəttə, çox ağır oldu mənim üçün. Sevdanın qətlinin şoku. 5 dəqiqə əvvəl gördüyün adamı, sənə yaxın olan bir adamı. Həyətində ölü görmək. Çox ağır oldu mənim üçün. Ardından da hadisə. Çox ağır şeylər yaşadım. Çox. Nigar məni bağışla. Məni bağışla ki, heç nə eləyə bilmədim və özümü qınayıram arada, bu acizliyimi qınayıram. Mən elə anda sənin yanında olmalıydım, başa düşürsən? Mən gəldim, mən ora gəldim, dedim vəkili də var, amma içəri buraxmadılar. Mən sənin yanında olmalıydım. Tural, sən neyniyə bilərdin ya axı? Yox, mən heç nə eləmədim. Mən heç nə eləyə bilmədim. Tural, sakitləş. Sakitləş. Çox sağ ol hər şeyə görə. Mən heç nə eləməmişəm. Amma bax, Nigar, söz verirəm sənə. Bundan sonra bütün anında, bütün çətin günlərində mən sənin yanında olacağam. Hər kəsdən səni qoruyacağam, hər şeydən, bütün pis insanlardan, bütün pisliklərdən səni qoruyacağam. Söz verirəm Nigar, mən sənin yanında olacağam. İnsan həyatında bəzən səhvlərə yol verir. İnsan həyatında bəzən hadisələr olur. Ondan sonra başa düşürsən ki, nə boyda səhvə yol vermirsən. Çox heyif. Təəssüf ki, evet. Nigar, mən yenidən səndən üzr istəyirəm. Tək bir hadisəyə görə yox, Nigar. İndiyə kimi sən elədiyim pisliklərə görə. Üzr istəyirəm, Nigar. Anar, sənə heyecanlanmaq olmaz. Sakitləş. Nigar. Xahiş edirəm. İcazə ver qayıdım evimizə. Xahiş edirəm. Oğlumuzla bir yerdə yenidən o evdə yaşamaq istəyirəm. İstəyirəm hər şey əvvəlki kimi olsun, Nigar. Əvvəlki həyatımızı yaşayaq. Xahiş edirəm. Mən evimizə qayıtmaq istəyirəm. Həmişəlik. Yaxşı, Əsiyyə, ağlama. Özünə al. Mən onu elə çox sevirəm ki. Onun üçün hər şeyimdən keçərəm. Canımdan da keçərəm. Amma o gözünü açdı, məni istəmədi. Neçə gündür burada ürəyim partlayır. Elə bilirəm ona nəsə olacaq. Amma o gözünü açan kimi Nigar'ı yanına çağırdı. Murad'ı yanına çağırdı.
Məni istəmədi. İstəmədi məni. Asil, mən səni çox yaxşı başa düşürəm. Amma özünə çox əziyyət verirsən, belə olmaz axı. Mən neyniyim? Hal mənə dəli kimi baxır. Görmürsən onun hərəkətlərini. Görmürsən özünü necə aparır. Mən buna layiqəm. Asil, həyat bunu göstərir ki, insan heç kəsə görə pis olmamalı. Heç kəsə görə öz canından keçməməlidir. Həyat bir göz qırpımında bitir. Harda qırılacağını bilmirsən. Yəni sənə demək istəyirəm ki, özünə əl al. Toparla biraz. Bu həyatda heç nə əbədi deyil. Heç bizə əzab verən şeylər belə əbədi deyil. Hər şey unudulur bir gün. Düzdür, keçmişdə bizə çox əzab versə də, amma günün birində hər şey unudulur. Yaddan çıxır. Dayı, sən başa düşürəm. Başa düşürəm. Allah səndə köməyin olsun. Çox çətindir. Amma bir tər öhdəsindən gəlməyə çalışıram. Sən də gəl. Hər şeyin öhdəsindən gəl. Çalışacağım. Çalışacağım dayı. Ha, Leyla, neyinirsən? Yaxşıyam, sən nə edirsən? Özüm bilərəkdən otaqdan çıxdım ki, Nigarla rahat danışa biləsən. Nə oldu, danışdın? Elə belə, oradan buradan. Leyla, bir şey soruşum səndən. Hə, buyur, eşidirəm. Bizim klinikaya travmatologiya yeni xanım gəlib. Hə, gəlib, nə olub ki? Kimdir ki o? Dedim də, Gəncədən gəlib, orada klinikada işləyib. Nə olub ki? Heç... Mənə elə gəlir ki, siz onu bir-birinizi çoxdan tanıyırsınız, hə? Hə, mənim universitet yoldaşım olub. Daha sonra Rusiyada yaşadı, sonra Gəncəyə gəlib. Yoldaşı ilə orada nəsə problemləri olub, ailəsi dağılıb. Düzdür, hər şeyi açıb ağartmır. Mən də üstünə gedib soruşmuram. Gəldi Bakıya, kömək elədim işə düzəlməyə bura. Bir müddətlik mənim evimdə qalacaq. Nəsə olub, tanıyırsan onu? Hə canım. Yox, xeyr, məndə bugün alınmaz. İlkinlə görüşməliyəm. Elə evdən indi çıxdım, bəzi işlərim var. Onları görüb sonra mamaya da dəyməliyəm, sonra da İlkinlə görüşəcəm. Bilirəm, mən də çox istərdim, doğrudan deyirəm, amma alınmayacaq. Çünki İlkinə söz vermişəm. Aha, yaxşı canım, yaxşı. Mən də səni. Sağ ol, sağ ol. Tural. Tural. Hə, Tanıyırsan Fidanı?
Yox, tanımıram. Nəsə ana elə gəldi ki, hardansa görmüşəm onu. Belə tanımıram. Yaxşı, mən gedim, görüşərik. Yaxşı, hələlik. Salam. Salam. Necəsən? Yaxşıyam. Sən necəsən? Mən də belə gördüyüm kimi. Anar necədir? Şükür. Özünə gəlir yavaş-yavaş. Dedim gəlin baş çəkim görün necədir, neyini. Bugün axşama yəqin ki, buraxarlar evə. Ən gecə də sabah səhər. Mən əvvəlcədən bilirdim ki, Nigarın bu işdə həli yoxdur. Nigar heç vaxt belə iş görə bilməzdi. Lap tutalım təsadüfən olsaydı da belə boynundan atmazdı, etiraf eləyərdi. Alo. Salam, yaxşıyam. Sən necəsən? İndi klinikaya gəldim anamın yanına. Onunla danışacağam. Sonra çıxanda sənə xəbər eləyərəm. Görüşərik. Oldu. Mən də sənə xəbər eləyəcəm. Hələ. Salam qızım. Ben girdim onların yanına. Ne oldu biz ayrılmıştın? Vəfa. Vəfa, sən düşündüyün kimi deyil. Deməli yalan danışırsan da, ha? Ayrılmamışsınız. Yox, Vəfa, sən düşündüyün kimi deyil. Mən öz gözümə inanım, yoxsa sənə inanım? Vəfa, Anarın yanına gəlib təsadüfən rastlaşdıq burada.
Ona görə dayanıb baxışırdınız ondan. Yox, Vəfa, inan ki, yox, həqiqətən yox. Sənə deməyə söz tapmıram. Qurban ol, mən başa düş, qurban ol. Ana burax qolumu. Qurban olum. Burax qolumu. Nə olur, küsmə Arxamca da məndən. gəlmə. Küsmürəm. Nə olar, eləmə belə. Vəfa! Abala, İlkinin zənglərinə niyə cavab vermirsən? Salam əleykum. Əleykümə salam. Səndən soruşuram. İlkinin zənglərinə niyə cavab vermirsən? Nə deyim? Nə cavab verməyimi gözləyirsən? Sən deyildin özünü öldürən ki, İlkindən başqa heç kəsə getməyəcəm. Gəldilər, hərini verdi, üzüyü taxdıq, indi nə oyunda çıxardırsan? İndi fikrimi dəyişdim. İstəmirəm. İlkinə ərə getmək fikrim yoxdur. Necə yəni ərə getmək fikrim yoxdur? Yaş istəmirəm də, istəmirəm. Ay bala, bu uşaq oyuncağı deyil. Gəldilər, hərini verdi, üzüyü taxdıq. Bu boyda həngamədən sonra ayrılmaq üçün əsaslı səbəb olmalıdır. Niyə ayrılmaq istəyirsən? Gözləyirsən? Nə cavab verməyimi istəyirsən? Deyirəm ki, istəmirəm. Necə yəni istəmirəm? Sən nənəm. Mənə cavab ver görüm, nə olub? Niyə istəmirsən? İstəmirəm də istəmirəm, məcburam. Vəfa, mən sənin üçün uşaq deyiləm, ha, gözümün içinə bax. Bilirəm nəsə gizlədirsən. De görüm, niyə istəmirsən? Bilirsən nə var? Hə, nə var? Hə, dedə, nə var? Çünki sən hakimlə görüşürsən. Vəfa. Vəfa. Kim deyib sənə yalandır? Yalan deyil. Heç yalan danışa da bilmirsən. Vəfa. Vəfa qızım yalandır. Hər şeyi bilirəm onsuz da. Kim dedi sənə, hə? Hardan bilirsən? Vəfa. Bunun heç bir əhəmiyyəti yoxdur. Heç bir. Qızım, nəyə desən and içə bilərəm ki, hər şey keçmişdə qalıb. Olub keçən bir məsələdir. Xahiş edirəm. Xahiş edirəm, məni bağışla. Biz ondan çoxdan ayrılmışıq. Vəfa. Ana, olmur. Olmur artıq. Hər şey üçün geçdi.